Gənc futbolçu Qədir Ramazanovun səmimi müsahibəsindəki əsas məqamlara sürətli bir nəzər salaq. Bilirsiniz, Qəbələnin və Azərbaycanın 19 yığmasının üzvü olan Qədir, şəxsi hekayəsindən tutmuş, bizim yerli futbolun problemlərinə qədər həqiqətən də bir çox maraqlı məsələyə toxunub. Birincisi, Qədirin futbola gəlişi. Bu, heç də adi olmayıb. Demək olar ki, hər şey onun nənəsinin qətiyyətindən asılıymış. Baxın, valideynləri onun təhsilini düşünərkən məhz nənəsi təkid edib ki, o Qəbələyə köçsün və futbolçu olsun. Hətta Qədir özü də deyir ki, nənəmə heç kimin sözü keçməzdi. İkincisi, onun karyerasında, belə deyək, qəribə bir ziddiyyət var. O 19 millisində əsas oyuncudur, amma öz klubu Qəbələdə demək olar ki, meydana çıxmır. Düzdür, səbirli olduğunu deyir, amma etiraf da edir ki, millidəki o uğurlardan sonra daha çox şans gözləyirdi və nəhayət o daha böyük bir problemə toxunur. Azərbaycan gənclər futbolu niyə Avropadan geri qalır? Onun fikrincə, bunun 3 əsas səbəbi var. Gənclərimiz erkən yaşda xaricə getmir, valideynlər həddindən artıq çox müdaxilə edir və bir də oyuncuları xaricə təklif edəcək skaut sistemi demək olar ki, yoxdur. Bir sözlə Qədir Ramazanovun hekayəsi əslində təkcə bir futbolçunun yox, Azərbaycandakı gənc istedadların ümidlərinin və qarşılaşdığı maneələrin bir növ təcəssümüdür.